Bəs gizli insult, bəzən deyirlər ki, filan kəs gizli insult keçirib. Bəli. Elə də olur. Biz indi işemik insult haqqında da danışırıqsa da, qan dövran sistemi elə qurulur ki, onun axırıncı şaxələri bir-birinə birləşirlər. Buna deyirlər kolateral qan dövranı. Əgər bu kolateral dövranı yaxşı inkişaf edir, o istər aiddir böyrəyə, aiddir aşağı ətrafların damarlarına, aiddir ürəyə. Əgər tutam ki, əsas damarı sıxılırsa da, daralırsa da, onun başqa bir yolu varsa da qidalanmasına, o inkişafı olmalıdır. Anadan gəlmə bir şey. Onda əlbəttə ki, onu heç hiss eləmir ki, deyirlər ki, infarkt ayaqüstə keçirib. Belə bir şey misal var. Onun səbəbi nədir? Digər damarların güclü inkişafı olması. Onu əvəz edir. Yollar elə hazırlanıb ki, anadan gəlmə. Bunda bu infarktı heç hiss eləməz, heç hiss eləməyəcək. Eyni zamanda bu həmin qayda da beyin damarlarına aiddir. Əgər tutam ki, böyük bir damar tutulursa da və digər damarda, xırda damarlar artıq elə inkişaf olunub ki, həmin yarımkürə, həmin beynin hissəsi onu hiss eləmir ki, bu damar mərkəzi damar tutulub. Çünki başqa xırda damarlar o qədər inkişaf edib ki, bunu da artıq tutulsa da onun qidalanması pozulur.